Salam. Deməli, coğrafiya 6-cı sinif kiçik summativ qiymətləndirmə nömrə 2 üzrə nümunəvi suallara baxırıq. Birinci sualda bizə deyilir, üfüqün əsas cəhətlərini seçin. Deməli, üfüqün bildiyimiz kimi 8 cəhəti var. Bunlardan 4-ü əsasdır, 4-ü isə aralıq cəhətlərdir. Üfüqün əsas cəhətləri şimal, cənub, şərq, qərbdir. Yəni, bunlar bizə C bəndində verilən cənub, qərb, şimal və şərq düzgün cavab olmalıdır. Sonra ikinci sualda bizə deyilir, səyyah cənub-qərb istiqamətində hərəkət etmişdir. Geri qayıtmaq üçün hansı azimutda getməlidir? Deməli, əvvəlcə gedib bizim səyyahımız cənub-qərb istiqamətində geriyə qayıtmaq üçün, yəni onun əksi olan şimal-şərq istiqamətinə doğru geri qayıtmalıdır. Şimal-şərq istiqaməti də bizə uyğun gəlir 45 azimuta. Deməli, cənub-qərbə doğru gedib, şimal-şərqə doğru isə geri qayıtmalıdır. Şimal-şərq isə 45 dərəcə azimuta bərabərdir. Sonra yer səthində 20 km məsafə xəritədə 2 sm göstərilib. Xəritənin miqyasını tapın. Deməli, bizə yer səthindəki məsafə verilib və həqiqi xəritədəki məsafə verilib. Biz miqyası tapmalıyıq. Biz miqyası tapmaq üçün yer səthindəki sahəni, yəni 20 kilometri biz bölməliyik xəritədəki məsafəyə, yəni 2-yə. Bu da bizə bərabərdir eləyir 10 kilometr. 10 kilometr. Biz miqyas həmişə bizə santimetrlə verilir. Santimetr verildiyi üçün biz də kilometr çevirməliyik santimetrə. Bu da bizə 1 bölünsün, yəni 1 santimetrdə 10 kilometr bərabərdir 1 milyon santimetrə bərabərdir. Çünki 1 kilometr 100 min santimetrə bərabərdir. 10 kilometr isə 1 milyon santimetrə bərabərdir. Yəni düzgün cavab 1 bölünsün 1 milyon olmalıdır. 1 bölünsün 1 milyonda bizə A bəndində göstərilib. Sonra 4-cü sual. Yerin kiçildilmiş modelinə nə deyilir? Yəni yerin kiçildilmiş modeli. Yerin kiçildilmiş modeli globus. Yəni yerin tam formda kiçildilmiş formda olan modeli globus adlanır. Sonra 5-ci sual. Uyğunluğu müəyyən edin. Yəni bizə burada plana və globusa aid olan xüsusiyyətləri biz uyğunlaşdırmalıyıq plan və globusa. Deməli, birinci deyir bizə üzərində fiziki və siyasi xəritələr verilir. Üzərində fiziki və siyasi xəritə verilirsə, bu globusdur. Sonra yer səthinin müstəvi üzərində təsvir olunur. Deməli, müstəvi üzərində təsvir olunursa plandır. Yerin kiçildilmiş tam modelidir. Bayaqki sualda dedik ki, bu globusdur. Qədim dövrlərdən hazırlanır. Globus qədim dövrdən hazırlanıb başlanıb. İlk dəfə eramızdan əvvəl 150-ci ildə Maloslu Kratos tərəfindən hazırlanmışdı ilk globus. Ondan sonra bir sıra şəxslər tərəfindən globuslar hazırlanmışdı. Kiçik ərazilər təsvir edilir. Kiçik ərazilər təsvir isə planda kiçik ərazilər təsvir edilir. Globusda isə bütün dünya təsvir edilir. Deməli, bu düzgün cavab oldu. A, C, D aid oldu globusa, B, Y isə aid oldu plana. Yəni düzgün cavab A bəndi. Sonra göstərilən şərti işarələr nəyi bildirir? Deməli, birinci bizə qarışıq meşədir. Həm iynə yarpaqlı, həm enli yarpaqlı ağaclar var. Birinci qarışıq meşə, ikinci cığır, üçü isə kolluğun işarəsidir. Bu da bizə göstərilib C bəndində. Sonra, planda hansı obyektlər hansı rənglə verilir? Deməli, planda meşələr yaşıl rənglə verilir, dağlar qəhvəyi rənglə, dənizlər isə mavi rənglə. Deməli, 1-ə B, 2-yə A, 3-ə C. Yəni, B bəndi düzgün cavab olmalıdır. Sonra 8-ci sual, uyğunluğu müəyyən edin, sahəvi, xətti və miqyassız. Sahəvi, yəni sahəsi olan şeylər, bostan və meşə, deməli 1-ə A aid olmalıdır. 2-yə, xəttiyə, uzunluğu olan şeylər, çay və kanal C aid olmalıdır. Miqyassız, məktəb və bulaq olmalıdır. Deməli 1-ə A, 2-yə C, 3-ə isə B, yəni A bəndi olmalıdır düzgün cavab. Sonra, kiçik ərazilərdə əkin yerlərinin genişləndirilməsi, yolların və kanalların çəkilməsi, parkların salınması zamanı nədən istifadə olunur? Deməli, kiçik ərazilər biz təsvir edirik planda. Bayaqki bizim sualda qeyd etmişdik ki, biz kiçik əraziləri biz plan vasitəsilə planda təsvir edirik. Düzgün cavab B bəndi olmalıdır. 10-cu suala baxaq. Ərazinin plana alınması haradan aparılır? Deməli, plan alma iki cür aparıla bilər. Havadan plan alma və yerüstü plan alma olmaqla plan alma iki cür aparıla bilər. Yəni, düzgün cavab burada da C bəndi olmalıdır.